Bismillah. Şok proqnoz. Bu bürclər iyunda hər şeyini itirə bilər. İyun ayı bəzi bürclər üçün ciddi sınaqlar və gözlənilməz itkilərlə yadda qala bilər. Planetlərin gərgin düzülüşü emosional, maliyyə və şəxsi həyat sahələrində çətinliklər yarada bilər. Xüsusilə bu bürclər diqqətli olmalıdır. Əkizlər, iyun sənin ayın olsa da risklər çoxdur. Şəv qərarlar və tələsik addımlar maliyyə itkilərinə səbəb ola bilər. Etibar etdiyin insanlar səni məyus edə bilər. Xüsusilə müqavilə və pul məsələlərində diqqətli ol. Əqrəb, sirlər açılır, gizli qalan məsələlər üzə çıxır. Bu isə münasibətlərdə ciddi sarsıntı yarada bilər. İş həyatında da qəfil dəyişikliklər mümkündür. Emosiyalarına nəzarət etməsən böyük itkilər qaçılmaz ola bilər. Oğlaq, uzun müddətdir qurduğun planlar gözlənilmədən dağılır. Maddi sahədə geriləmə mümkündür. İyun sənə səbir və sevicilik dərsi verəcək. Hər şeyi kontrol altında saxlamaq istəyin bu dəfə isə işə yaramaya bilər. Balıqlar, xəyal və reallıq toqquşur. Aldanmaq, yanlış insanlara inanmaq riski yüksəkdir. Sevgi həyatında xəyanət və ya məyusluq ehtimalı var. Pul məsələlərində isə riskli addımlardan uzaq durmalısan. Nəticə, iyun ayı bürclər üçün itki ayı kimi görünə bilər. Amma bu eyni zamanda dərs və yenilənmə dövrüdür. Hər itki yeni başlanğıcın qapısını açır.